Demək, bu günləri biz mən kimə misildən istifadə edirik. Bugünkü şəxsiyyətimiz görək kimdir? Hansı ki, biz bugün bu şəxsiyyəti üzə çıxardacaq. Biləcək ki, bu şəxsiyyətimiz hansı işləri görübdür. Başlayaq Aysu. Mən hökmdaram. Azərbaycanın şimalını tutmuşam. Xeyr. Azərbaycanın cənubunu tutmuşam. Bəli. Bəs İrəvana, Qarabağa hücum etmişəm. Bəli. Mən Şuşada vəfat etmişəm. Bəli. Onda mən Ağaməmməd xan Qacar. Bəli, düzdür. Düzdür uşaqlar? Bəli. Bəli, düzdür. Aha. Növbəti kimdir? Aha. Növbəmiz Tahirədədir. Görək hələ şəxsiyyətimiz kimdir? Aha. Başlaya bilərsən Tahirə. Mən hökmdaram. Xeyr. Onda vəzirəm. Bəli. Əhmədi vəziriyəm. Bəli. Onda İbrahim Paşayam. Bəli. Aha, düzdür, İbrahim Paşadır. Amma ilk başda çaşmışlar. Eybi yox, keçəklər. Demək Aysun, görək hələ Aysun növbəsidir. Görək şəxsiyyətimiz kimdir? Aha. Başlaya bilərsən. Görüşdüm. Xeyr. Vəzifədir. Xeyr. Hökmdardır. Bəli. İlk prezident. Bəli. Onda mən zor başlayacağım. Düzdür uşaqlar? Bəli. Aha, düzdür. Demək növbəmiz Nərmindədir. Görək hələ şəxsiyyətimiz kimdir? Aha. Başlaya bilərsən. Hökmdaram. Bəli. Vəzifəyəm. Xeyr. Adışım hökmdarıyam. Xeyr. Əfşarım. Bəli. Onda mən Nadir Şaham. Bəli. Aha, əyləşə bilərsən.